Deməli, alkenlər və alkadenlər ətraflı yazılı cavab tələb olunan tapşırıq 10 suala baxaq. Birinci sualda nə deyir? Xlor etan. Deməli, etan 2 karbondur. Onun bir dənəsinin fərqi yoxdur hansı karbondur. Ona bir xlor birləşdiririk. Monoxlorlu törəmədir. Etan xlor və ya xloretan. Bunun üzərinə natrium OH-ın suda məhlulu gəlib. Suda olanda sadə bir reaksiya gedir. Yəni natrium gəlir, xloru götürür, OH da gəlir, xlor çıxan yerə birləşir. Yəni CH3, CH2OH, etil spirt alınır. Bu oldu X maddə. Bundan etanol alınır. Təbii ki, birli spirtlər oksidləşəndə aldehid alınır. CH3, COH, bu olacaq etanal. Etanal. Etanoldan yenidən X maddəsi alınır. Yəni bu maddəni alır. Yenidən etil spirt alır. Deməli, bunun üzərinə hidrogen gəldikdə dehidrogenləşəndə yenidən etil spirt alacaq. CH2OH. Və etil spirtindən divinil alınır. Yəni divinil Lebedev reaksiyası etil spirtindən divinilin alınması. Deməli, buradan alınır divinil, CH2, 2 qat rabitə CH, tək qat rabitə CH, 2 qat rabitə CH2. Bu oldu divinil. Təbii ki, bu reaksiya dehidrogenləşmə və dehidratlaşma reaksiyasıdır. Bu şəkildə baş verir. Əmsallaşdırsaq, burada 4 karbon var, burada 2 karbon var, oldu 4 dənə. Oksigen sayımı oldu 2 dənə, oksigen bir dənə suyun tərkibində var. Qarşısına 2 yazıram və hidrogenləri sayıram. Bu təbii ki C4H6-dır. Deməli, burada da 6 hidrogen var, 2-yə vururuq 12 hidrogen, 6-sı buradadır, 4-ü buradadır 10, qaldı 2-si, bu da hidrogenin qarşısındadır. Sonra nə deyir? Divinilin üzərinə brom, divinil molekulunu yazıram. CH, tək qat rabitə CH, 2 qat rabitə CH2. Bunun üzərinə 1 mol brom gəlirik, 1 mol brom gəlirik və baxın, temperatura bax, deyir ki, 140 dərəcədən böyük. 4 rəqəminə görə nə dedik? 1 və 4 əvəzləmə. Temperatur 40 dərəcədən böyükdür. Yəni CH2 brom, CH 2 qat rabitədə, digər 2 qat rabitədə ortada qapanır. CH2 brom. Alındı bu Y maddəsi. İndi nə deyir? Sxemə əsasən X-in kimyəvi formulunu yazın. Birinci bunu deyir. X-in kimyəvi formulu bilirik ki, C2H5OH-dır. Etil spirti. Bu maddə. Divinilin X maddəsindən alınma reaksiyasının tənliyini, hansı ki bu tənliyi istəyir bizdən. Tənliyini yazın və əmsallaşdırın. Onu da yazdıq. Bu oldu 2. Və Y-in molekulundakı sp3s. Y maddəmiz ən axırıncı aldığımız bu maddədir. Y maddəmizdə sp3s. Bu karbon sp3 hibrid vəziyyətindədir. Bu karbonlar sp2 hibrid vəziyyətindədir. Karbon sp2-dir. Ən axırıncı karbon sp3 hibrid vəziyyətindədir. Yanında 2 hidrogen var. Bunda yanında 2 hidrogeni var. sp3, s rabitəsinin sayı 2 və 2, 4 dənədir. Bu oldu 4 dənə. Və deyir sp3p. Təbii ki, bilirik ki, bromun p orbitalları var. Burada yaranan bir sigma rabitə sp3-dən p arasındadır. Bu da sp3 ilə p arasındadır. Deməli, sp3p rabitəmizdə 2 dənədir. Toplam olaraq sayı sigma rabitə. Ümumi sayı olacaq 6. Yəni, üçüncünün də cavabı olacaq 6. İkinci bu tənliyi idi. Getdik. Kumulə olunmuş alkadenlərin ikinci nümayəndəsi. Deməli, kumulə olunmuş alkaden bilirik ki, 2 qat rabitə ardıcıl gələn nümayəndələrdir. Və bu birinci nümayəndəsidir. İkinci nümayəndəsində təbii ki, bir dənə CH3 qoyacağıq. Bu nümayəndən adını istəyir. 2 qat rabitə yaxın olan yerdən nömrələyirəm. Deməli, bu olur butadiyen, butadiyen. Amma diyen hardadır? Yəni, o 2 qat rabitə birincidə və ikincidə. Deməli, adı oldu butadiyen 1-2. Və bunun sinif daxili izomerinin kimyəvi formulunu yaz. Sinif daxili, deməli, 4 karbon yazıram. 2 qat rabitənin birini birinciyə, birini də digər 3-cü karbona qoyuram. Yəni, bunun özünün sinif daxilində özündən başqa, yəni öz-özün izomeri ola bilməz. Özündən başqa bir izomeri var və onun formulunu yazın deyir.
butadiyen 1,3-dən sinif daxili izomerlik təşkil edir. Başqa cürdə yaza bilmərəm də, yəni şaxəni qısaldanmaram. 3 karbon qoysam bura ortaya yaza bilmərəm CH3-ü. Yəni maksimum bir dənə sinif daxili izomeri var. Və həmin maddənin, yəni söhbət bu maddədən gedir. Bu maddənin molekulunda kimyəvi rabitə yaranmasında iştirak edən orbitalların cəmini hesablayın deyir. Kimyəvi rabitə, yəni həm sigma, həm pi-ni. Neçə dənə xəttimiz varsa, sigmalı, pi-li. Onların sayını vuracaq 2-yə. Bu olacaq kimyəvi rabitə yaranmasında iştirak edən orbitalların cəmi. Bu da olacaq, deməli, təbii ki, bu C4H6-dır. Karbonlar arasında 1, 2, 3, 4, 5. Aha, bir vahid artıq oldu. Pi rabitəsi var deyənə 5 və hidrogenlərin sayı bu da olacaq 11 və mən bunu 2-yə vuracağam. Eləyəcək 22 elektron əmələ gətiribdir. Kimyəvi rabitə əmələ gətirməsində iştirak edənlər. Aha. Keçdik 3-cüyə. Deməli, sualı oxuyuruq. Şəkil şəklində çəkib, yəni bu sizi çaşdırmasın. Bromlu suyu rəngsizləşdirən X-in molekulunda bir pi rabitə var. Aha. Deməli, bir pi rabitəyə görə biz deyəcəyik ki, bu alkindir, alkadiyen deyil. Alkadiyenlərdə 2 pi rabitə var. Və 3 metil qrupu var. Deməli, bizə yol göstərir. Deyir ki, həmin bu alkində 3 metil qrupu var. Bunu hələ ki istifadə etmirəm. Və deyir ki, rabitə yaranmasında iştirak edən ümumi orbitalların 20%-ni sp2 hibrid orbital təşkil edir. Demək, ümumi formulu yazıram ki, bu alkendir dəqiq bir pi rabitəyə görə. Aha. Rabitə yaranmasında iştirak edən orbitallar bir karbonun, deməli, burada hibrid orbitalı, deməli, 2 karbon daima sp2 hibrid vəziyyətindədir. 2 karbon. N-2 dənəsi də sp3 hibrid vəziyyətində olacaq. Ümumiyyətlə, rabitədə iştirak edən ümumi orbitallar deyir. Rabitə sayını nə qədər varsa 2-yə vurur. Karbon sayından bir vahid çox idi da. Bayaq burada da gördük ki, alkinlərdə bir vahid çoxdur, amma alkadiyenlərdə, alkinlərdə elə atom sayına bərabərdir. Yəni, bir alkanlarda bir vahid çıxırıq, ümumi atomdan bir vahid çıxırıq, amma alkinlərdə sigmanı tapsaq yenə bir çıxırıq, amma ümumi rabitə tapanda N, bu da 2N, bu elə də 3N, deməli 3N qədər bunun ümumi rabitəsi var. Yəni, bir nümayəndə də yazıb qoya bilər, tapa bilərsən. Burada ümumi rabitə nə qədər? Hidrogenlər sayı 4, 5, 6. Məsəl üçün, bunun ümumi formulunu yazsam C2H4. 4 üstə gələk 2, 6. Demək, ümumi rabitə, sigma demirik, ümumi rabitə ilə atom sayına bərabərdir. Yəni, 3N. 3N-i də 2-yə vursam, elektron, ümumi rabitəni əmələ gətirən elektron sayını taparam ki, bu da elə də 6N. Deməli, 6N-imiz 100%-dir və bunun 20%-ni sp2 hibrid orbital. Daima da 2 karbon sp2 hibrid vəziyyətdədir, ancaq 2 karbon sp2-dir. Bu deyir 6 orbital. 3 bunda, 3 bunda. 6 orbital da ümumi orbitalın, elektron orbitallarının, rabitə yaradan orbitalların 20%-ni təşkil edir. Buradan çalın-çarpaz vururam, yəni 6N vururam 20-yə. Zaten 6-lar ixtisar gedəcək. Bərabər də 6 vuraq 100-ə. Buradan 6-lar ixtisar getdi. Demək, N də bərabərdir 100-ü böləcəm 20-yə. Bu da getdi 10-u 2 yerə 5. Deməli, mənim tapdım ki, N-im 5-dir. Aha, tapdım ki, N-im 5-dir. Deməli, bu C5H10-dur. Formulumu tapdım. Nə deyir? 3 metil qrupu var. Bax, 5 karbonu, 2 karbonlu bir pi rabitə 3 metil qrupu var. Bunu bildik. İndi bunu yerləşdirək 3 metil qrupu şəklində. Bax, 2, 4, 5. Bu şəkildə yazsam 1 metil qrupu olacaq. Bu getdi. Aha, bir yazıb baxa bilərsən daha. Sonra 2 qat rabitəni yazıram, 4 karbon qoyuram. Burada yazsam yenə 1 olacaq. Bunu da yazıram bu şəkildə. Burada 2 metil qrupu oldu. Bu deyil 3 metil qrupu var. Aha. Başqa cür daha yaza bilmirəm. Ona görə mən 2 qat rabitəni bu tərəfinə CH3 yazıram. Yerdə qaldı 2, 4, 5
2, 4, bir dənə də karbon 5. Bu şəkildə yazıram, yenə 2 metil olur. Deməli, mən 2 qat rabitəyə 1 CH3 buradan birləşdirə bilərəm. 3 metil qrupu var deyir də. 1 CH3, 1 karbona, bu biri karbonda 1 CH3 yerləşdirsəm, bu olacaq 5 karbonlu alkin və 3 metil qrupu olacaq. Və salam. X maddəsinin beynəlxalq nomenklatura üzrə adı. Buradan saysam ikinci karbonda 2 qat rabitə, buradan da saysam 2. Belə bunu CH3 yuxarı qaldırmışıq da, bu şəkildədir. Əslində molekul bu şəkildədir. Aha. Demək, ikinci karbonda həm radikal var, həm 2 qat rabitə var. Ona görə mən bu tərəfdən nömrələmə aparıram. Bu olacaq 2 metil adı. Buten 2. 2 metil buten 2 adını tapdıq. Bu birinci. Deməli, üçüncü sualın birincisi 2 metil buten 2. İndi nə deyir? Bromlu su ilə reaksiya tənliyini yazın. Yəni, bu X maddəsinin bromlu su ilə reaksiya tənliyini yazın deyir. Gəl yazaq. Deməli, bu maddəni götürürəm, üzərinə brom 2 gəlirəm. Rabitə buradan qırılır. Bromlar sağdayı, soldayı 2 qat rabitə ətrafındayı karbonlara birləşir. CH3, CH, burada bir brom, tək qat rabitə C, bu da bir brom. Bunda 2 dənə metili kənarlarında. Alındı bu maddə. Reaksiya tənliyini yazın. Yəni, brom 2 gəldik, ox qoyuruq. Bu maddə 1 mol 1 molla reaksiya edir. 1 molda deməli 2, 3 di brom, 2 metil butan alındı. X-in molekulunda X-imiz hansı idi? Birinci tapdığımız maddə. Hansı ki, baba bu maddə? Bu maddə. X maddəsi idi. X-in molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid. Qeyri-hibrid necə tapılırdı? Qeyri-hibrid. 1. Hidrogenlərin sayı, üstə gələk pi rabitə sayı vuraq 2-yə. Zaten bu C5H10'dur. Hidrogenlərimin sayı 10. 1 pi rabitəsi var. 2-yə vuranda da 2. Bu elədi 12. İstəsəz bunu saya da bilərsən. 3 hidrogen, 4 hidrogen, 3-də gəlirəm 7, 3-də gəlirəm 10. Bir də burada pi rabitədə də 2 dənə p elektron. Bu da elədi 12. Bu da 3-cünün cavabı. Gəlirik 4-cüyə. Deməli, bizə verir karbohidrogen, bromlu su tökdü, rəngsizləşdirdi. Bu alkin də ola bilər, alkaden də ola bilər. Bu deyir, alkenlərin 4-cü nümayəndəsinin molekulunda alkenlərin birinci nümayəndəsi 2 karbonludur, C2H4. İkinci nümayəndəsi C3H6-dır. Üçüncü nümayəndəsi C4H8-dir. Bizim 4-cü nümayəndəmiz C5H10-dur. Söhbət C5H10-dan gedir. Aha. Söhbət C5H10-dan gedir. Bu molekulda karbon atomlarının 6 sp2, təbii ki 2 qat rabitə var 1 ədəd alkenlərdə. Bunda da sp2 hibrid, sp2 hibrid, 6 dənə sp2 hibrid orbitalı var və cis-trans izomeri olmayan. Yəni, bu demək istəyir ki, bax, 5 karbon var və şaxəsiz. Yəni, mən bunu 5 karbonu ardıcıl düzdüm. 2 qat rabitəni bax ortaya qoysam, bu oldu CH3, bu oldu CH, CH, CH2, CH4. Bax, bunun cis-trans izomeri var. Bu deyil, cis-trans izomeri olmaz. Onda mən məcburam 2 qat rabitəni yenə bura qoysam, yenə eyni vəziyyət olacaq da, eyni şey olacaq, eyni molekul yaranacaq. Və bu şaxəsizdir. 2 qat rabitəni zəncirin ucuna yerləşdirsən, birinci karbona yerləşdirsən, burada 2 hidrogen məcburən yazılacaq da. Onda bu maddə 2 qat rabitə ətrafında eyni atom varsa 2 dənə ən azından. Demək, bu cis-trans izomeri əmələ gətirmir. Və salam, molekul olacaq bu formada. İzomeri bromlu suya əlavə olunur. Aha, deməli bu bromlu su ilə reaksiyaya girəcək. Özünə brom birləşdirəcək. 2 qat rabitə qırılır. CH2 brom, tək qat rabitə CH brom. Sonra burada olacaq CH2, CH2, CH3. Bu maddə yarandı. Heç eləmədik də. Bir dənə burada 2 qat rabitəni qırıb ətrafına brom birləşdirdik. Bu karbohidrogenin quruluşunu, yəni birinci bu maddənin, bu ola bilməz da dedik, bu maddədən söhbət gedir. Aha, bu karbohidrogenin quruluş formulu budur. Baş verən reaksiya tənliyini, yəni brom gəldikdə baş verən reaksiya tənliyini yazdıq. Və molekulunda, yəni söhbət bu maddədən gedir. Molekulunda sp3 hibrid halında
üçlü karbonu olan izomerini. Aha, baba burada üçlü karbon yoxdur. Bunun üçlü karbon izomeri olan maddənin beynəlxalq nomenklaturu adlandır deyir. Deməli, CH2 2 qat rabitə CH yazıram. Bunun ətrafında baba bu 3 dənə sp3 hibrid vəziyyətində karbonlar var ha. Onun mən elə bilin ki, izopropil şəklində yazıram. İzopropil şəklində yazanda bu olur üçlü karbon. Həm də sp3 hibrid halında olur. Aha. Yəni mən burada üçlü karbon yazıb yarada bilərdik ha. Buradakı karbon saxlayırıq, karbon 1. Amma burada bu deməli üçlü karbonumuz sp3 hibrid vəziyyətində olmayacaq. Ona görə bu iki qat rabitələrə yox, elə kənarındakı düz alkan zənciri kimi görünən alkil radikalında biz artıq propil forması yaradanda bu karbon olur sp3 hibrid vəziyyətində. Vəssalam. Yaratdıqmı? İndi bunu deyir beynəlxalq nomenklatura üzrə adlandırır. İndi iki qat rabitə yaxın olan yerdən nömrələməmi aparıram. Deyirəm 3 metil radikalı var. 3 metil, buten 1. Çünki N buradadır. Bu qədər. Aha. Sonra gəlirik 5-ci. 5-cinin şəkli buradadır, amma sual yuxarıdadır. Deməli, C2H5OH qatı sulfat turşusudur. Bu iki cür gedə bilərdi. Temperaturu 140-dan böyük, 140-dan kiçik. Əgər kiçikdirsə, sadə efir alınacaq. Böyükdürsə, molekul daxili suyu udacaq sulfat turşusu. İndi şərtə baxaq. Yəni, başqa da bir şey də yoxdur. Hə, burada elə şərti oxumamış da başa düşmək olur. Burada görürsünüz, buradan alınan maddəni keçirir kalium permanganat məhluluna. Bu da bunu rəngsizləşdiribdir. Aha, rəngsizləşdiribdir. Deməli, buradan alkin alınıbdır. Sadə efir alınmayıbdır. Və baxaq 5-ci sualın şərtinə. Bu da buradadır. Etil spirtin dehidratlaşmasından alınan deyir alkini. Etil spirti budur, C2H5OH. Biz bunun, bax, açıq şəkildə yazıram. 2 karbondur. Bunun ətrafında 3 dənə hidrogendir. Bunun ətrafında 2 hidrogen, bir dənə də OH qrupu var. Bax, bu OH-dan bu hidrogen su əmələ gətirir. Bax, buradan rabitə yarımçıq qaldı. Bunlar birləşir. Təbii ki, bunun üzərinə mən sulfat turşusu gəlsəm, bu hadisə baş verə bilər. Su çıxır, alınır CH2, 2 qat rabitə CH2. Yəni, etilen alınır. Həmin bu alkin etilendir. Kalium permanganatın suda məhlulundan buraxdıqda məhlul rəngsizləşir, düz deyil. Alkinin alınma reaksiyasının kimyəvi tənliyini yazdıq. Baba, birinci budur. Alkinin alınma reaksiyasının kimyəvi tənliyini yazdıq. Və kalium permanganat məhlulundan buraxdıqda alınan üzüm maddənin beynəlxalq nomenklatura üzrə adını yazın. Və biz bilirik ki, 2 atomlu spirtlər alınacaqdır. Molekul daxili dehidrogenləşəndən sonra alınan alkenləri, ümumiyyətlə alkenlərin hamısını indi ümumi tənlikdə yazacağım. CH2 2 qat rabitə CH2. Bunun üzərinə kalium permanganat gəlirik. Su, məhlul şəklində gəlirik və biz buradan alırıq etilen glikol. Həm də bu etilen glikolun alınma reaksiyasıdır. CH2OH, CH2OH və buradan alınır kalium OH və buradan alınır mangan O2. Bunu burada görün bizə nə deyir? Üzüm maddənin beynəlxalq nomenklatura üzrə adını istəyir. Bu etilen glikol beynəlxalq adı deyil. Bunun beynəlxalq adı olacaq 1,2 etandiol. Etandiol 1,2 də deyə bilərik. Etandiol 1,2 və ya da 1,2 etandiol da deyə bilərik. Aha. Sonra deyir ki, rəngsizləşmə reaksiyası tənliyində bütün əmsalların cəmini hesablayın. Hesablayaq. Bax, burada bunu bu şəkildə yaza bilərik ki, C2H4 şəklində. Bu müsbət 1. Bu da mənfi 1 olur. 2 karbon mənfi 1 formasında. Bunu necə yazıram? Sadələşdirirəm. C2 yazıram. H4 yazıram. OH-ı da 2 dənə yazıram yanına. Bax, OH mənfi 1 oldu mu 2 mənfi. Mənfi 2. Bu da müsbət 1-dir. Müsbət 4. Müsbət 4 varsa mənfi 4-ə bərabər olanda sıfırlaşır da. Onda burada mənfi 1 olsun ki, 2-ni mənfi 1-ə vuranda bu da dəyişməlidir. Bir dəqiqə, baba. Müsbət 4, OH mənfi 1. Hə, 2 dənə OH düz yazdım. Karbon 2 dənə, hidrogen 4 dənə yazdıq. 4 müsbət. Deməli, 4 mənfi olmalıdır. Mənfisi burada. 2-ni mənfi 1-ə vuruq. Mənfi 2. Gəl bunu açıq yazaq. Bu hidrogen, bu da hidrogen. Bura OH. Aha, burada səhv elədik. 4-ü müsbət 1-ə vururuq. Müsbət 4.
2-ni -2-yə vururam, -4. Aha, burada da düzdür, yəni bu. İkisini alır, burada alış-veriş yoxdur. İkisini alır deyənə -2, birini verir deyənə burada qalır -1. Bura düzdür. Bura -1. Aha, so. İndi əmsallaşdırmağa keçirik də. Burada da kalium manqan O4-də manqan -7-dir. Burada da manqan -4-dür. Deməli dəyişənlərimizə bax. Solda 2 karbonum var, -2-dən. Sağda 2 karbonum var, gəlir -1-ə. -2-dən -1-ə artmaq deməkdir. Deməli çıxır 1 elektron. Amma hər ikisi solda da sağda da bir dənə oksidləşmə dərəcələri var, fərqli-fərqli. Sağda da bir dənə karbon, sağda da bir dənə. Hər ikisinin indeksi 2 var. Ona görə buranı 2-yə vururam. Manqana baxıram. Manqan solda bir dənə yerdədir, sağda da bir dənə yerdədir. Onda mən sola yazacağam bunun əmsalını. Solda indi indeksi yoxdur. 7-dən 4-ə azalıbdır. Deməli 3 elektron alıbdır. Deməli burada çıxaq 2 elektron, üstə gələk 3 elektron, yer dəyişirəm 3, yer dəyişirəm 2. Deməli 6 elektron verilib, 6 elektron alınıb. Bu 3-ü yazıram karbonların qabağına. Baba bura. Aha. Sonra bunu bu şəkildə də yaza bilərik də. Qısa şəkildə də baba yuxarıdan aşağı köçürsəm C2, H2, OH 2 dənə. Karbon 2 dənə, hidrogen 2 dənə, OH 2 dənə. Aha. Sonra bu 2-ni manqan üçün yazacağam bura. Manqanın sayı oldu 2 dənə. Burada 2 yazıram. Kalium otomatik 2 olur, yazıram. Sonra oksigenləri yoxlayıram ki, sağda artıq əmsallarım bərabərdir. Solda oksigen tapmalıyam. 2 oksigen vuraq 3-ə 6, ikisi burada 8, 4-ü də burada 12. 8-i burada da oksigenin. Deməli 12-dən 8 çıxıram, 4-ü qalır, 4 yazıram. Otomatik hidrogen sayını saysaq artıq bərabərləşdi. Bir də bunu ümumi şəkildə bütün alkenlər üçün yazsan, bax 3 mol CnH2n üstə gələk 2 mol kalium manqan O4, üstə gələk 4 mol su. Bu hər zaman bu şəkildə olacaq. Alınacaq 3 mol CnH2n OH2. Bu şəkildə olacaq. Sonra bura 4-dür da, C2H4. Aha. OH2, 2 mol kalium OH plus 2 mol manqan O2. Bütün əmsalların cəmisi 3, üstə gələk 2, 5, üstə gələk 4, 9, üstə gələk 3, 12, üstə gələk 2, 14, üstə gələk 2, 16. Deməli, bütün əmsallarımın cəmi oldu 16. Keçək biz 6-cı suala. Aha. Maraqlı sualdır 6-cı sualda. Maraqlı sualdır. Bu da radikalları yaxşı tanımaq lazımdır. 6-cı sual bunu əhatə edir. Buranı əhatə edir. Bizə belə bir formul veribdir. 2 qat rabitə ortadan yazın. Aha. Deməli 2 qat rabitə ətrafına bura birləşdirib C3H7, burada C3H7, burada C4H. Biz də bilirik ki, propil isə izopropil forması var. 4 karbonlu radikal olan butil radikalında birli butili var, ikili butili var, üçlü butili var və izobutili var. İndi deyək ki, alken molekulunun 4 ədəd birli alkil radikalı. Deməli C3H7-nin birli forması bax C3H7 bu budur. C3H7. Alkandan bir hidrogen buradan da çıxarda bilərəm, buradan da. Bax buradan çıxarsam bu karbon olur birli karbondan çıxartdığıma görə bu birli radikal olur. Amma yox, buradan hidrogeni qopartsam, bax həmin bu karbon ikili karbon olduğuna görə bu radikal da ikili alkil radikalı deyirik. Ona görə də biz 3 dənə karbonu ardıcıl şəkildə, yəni CH2, CH2 bu şəkildə. Yəni alkilin propilin hamısını bu şəkildə düzəcəm. CH2, CH2, CH3 bu şəkildə. Çünki izopropili yaza bilmərəm. O ikili radikal olur. Deməli, butilin də, bax butilin də 2 versiyası var da. Bir kənarlardan çıxartsam olacaq birli radikal olacaq. Ortadan çıxarsam hidrogenləri istir buna ikili olacaq. Bir də bunun belə bir tığ şəkilli forması var. Əgər hidrogeni buradan qopartsam üçlü radikal olacaq. Amma buradan çıxartsam, gözünüz fikir verin, bu karbon bir karbonla qonşu olur. Yəni izobutil artıq olacaq birli alkil radikalı. Deməli 4 dənə birli alkil radikal var və
Onlardan ikisi şaxəlidir. Bax, fikir versəz bu şaxəli deyil. Yəni mən buradan qopartsam birli butil yazsam bu şaxəli deyil. Amma buradayı birli radikal şaxəlidir. Deməli mən bura birləşdirəcəm bunu. Hansı ki buna bir karbon, buna da 2 karbon birləşib. CH3, CH3, bu da CH3 idi, amma CH2 qaldı. İndi buna da mən birləşdirəcəm həmin bu bu radikalı, T şəkilli radikalı. CH3, CH3, T şəkilli radikalı birləşdirdim. Aha. İndi deyir ki, bu birləşmənin müəyyən elədik. Adını istəyirsiniz yazaq. Deməli, nömrələmə ən uzun zənciri tapaq. Ən uzun zəncir, səhv etmirəmsə, budur. Çünki buradan götürsək, böyük bir radikal kənarda qalır. Bir, ikinci karbonda, bu tərəfdən saysam, ikinci karbonda eyni gəldi radikala. 1, 2, 3, 4-cü karbonda 1, 2, 3, 4-cü karbonda 2 qat rabitə var. Ona görə bir yerdən nömrələyirəm. 3, 4, 5, 6, 7, 8. Deməli, adı olacaq, bunu silim. Adı olacaq 2 və 7-də metil var, dimetil. Aha. 4-də və 5-də propil var. 4 və 5 propil, dipropil. Dipropil. Və ən uzun zəncirdə 8 karbon var. Okten olacaq. Oktan deyil. 2 qat rabitə var. Və en hardadır? 4-cü karbonda. Okten 4. İndi bu alkenin bir molekulunda birli karbon atomlarının sayını tapın. Birli karbon sayı tapaq. Deməli, birli olacaq. Bax, bu CH3 birlidir. Bu CH3 birlidir. Bu CH3, bu CH3, bu CH3 və bu CH3. 2, 4, 6 dənə oldu bunun beynəlxalq nomenklatura üzrə adlandır. Bu budur. Bax, birinci cavabıdır. İkinci cavabı budur ki, birli karbon atomlarının sayını müəyyən edin. 6. Və bu alkenin molekulundakı C4H9 radikalın adını bayaqda dedik. Bu olacaq adı izobutil radikalı. İzobutil radikalı. Aha. Gəldik 7-ci. Sual iri görünməyinə baxmayın. Ardıcıl olaraq bir getsək, bütün suallarımızın cavabını tapmış olaraq. Aha. Gəldik 7-yə. Demək, kənar 2 qat rabitəsi olmayan. Aha, qəşəng bir yol göstərdi. Kənar 2 qat rabitəsi olmayan, şaxəsiz quruluşlu alkaden molekulunda rabitə əmələ gəlməsində iştirak edən S və P orbitallarının cəmi. Demək, mən alkaden yazıram. CH2-2 yazıram. Alkanların 3-cü nümayəndəsi. Alkan yazıram. CH2N plus 2. Bunun 3-cü nümayəndəsi C3H8-dir. 3-cü nümayəndəsinin hibrid orbitalı. Təbii ki, 4-ü n-lə hesablanır. N-in qiyməti bəllidir, 3-dür. 4-ü 3-ə vururam, bu elədir 12. 12 hibrid var alkanın 3-cü nümayəndəsində. Nə deyir? Deyir ki, alkaden molekulunda rabitə əmələ gəlməsində iştirak edən rabitə əmələ gəlməsində iştirak edən S orbital hidrogenlərin sayı qədərdir. 2n-2. Bu qədər S orbital var da, təbii ki. Və P orbital. P orbitalda pi rabitə sayının 2-yə vurulmuş versiyasıdır da. Yəni 4 dənə 2 pi rabitə var. 2-yə vursaq 4 dənə P elektron orbital var. Və bunun cəmi 12-yə bərabərdir. Cəm deyir alkanın 3-cü nümayəndəsinin hibrid orbital sayına bərabərdir. Yəni 12-yə. Yəni 2n üstə gələk 2 bərabərdir 12. 2n bərabərdir 10. N bərabərdir 5. Bu alkaden 5 karbonludur. C5H8-dir. Aha. İndi nə deyir? Bax, bizə əvvəldən deyir ki, kənar 2 qat rabitəsi olmayan alkaden. Deməli, 5 karbonludur və şaxəsiz. 5 karbonu ardıcıl yazıram. 2, 4, 5. Kənar 2 qat, yəni 2 qat rabitəni nə bura qoya bilmərəm, nə bura. Onda mən ardıcıl olaraq qoya bilməm. Yəni birini bura, birini kənara, ortaya qoysam, yenə 2 qat rabitəsi kənara çıxmış olur. Bunu bura qoyub 2 qat rabitənin digərinə qoyub, yəni ancaq bundan başqa versiyam yoxdur. Kənar 2 qat rabitəsi olmayandır və şaxəsizdir. Tapdım bunu, bu maddədir. İndi adını soruşur mu, nəyini soruşur, davam edəcək. Burada da H, amma bunda hidrogen yoxdur. Bu alkadeni beynəlxalq nomenklatura üzrə adını istəyir. Yəni birinci bunu istəyir. Bunun adı 2, 4, 5 karbon varsa pentadien, diendir da.
2 2 qat rabitə 1 2, bu tərəfdən saysam 1 2 fərq etməz. 2 3 4 5, 2-də və 3-də diyenlər yerləşir. Pentadiyen 2 3. Deyir ki, bunun siniflər arası izomerini. Aha, buranı silək. Bizə lazım olmayacaq. Siniflər arası izomer. Və biz də bilirik ki, alkadiyenlər alkinlərlə siniflər arası izomerlik təşkil edir. Deməli, mən 5 karbon yazıram. 3 qat rabitəni birinci karbona yazıram. Bu oldu pentin 1. Bu maddənin 5 karbonludur və ümumi formusu CH2-2-dir. Amma quruluş fərqlidir. Biri alkindir, 3 qat rabitəlidir, biri 2 qat rabitəlidir. Siniflər arası izomerinin biri. İndi mən yenə 5 karbon yazıram. 2 4 5 karbon. Bu zaman 3 qat rabitəni keçirəm ikinci karbona. Bu oldu pentin 2. İndi bir də sürüşdürə bilmərəm də. Onu da bu tərəfdən sayacağım. Olacaq pentin 2 yenə. İndi zəncirin ucunda 3 qat rabitəni saxlayıram. Zənciri qısaldıram. 4 karbon eləyirəm. 5-ci karbon buradan yazsam zəncir uzunluğu davam etmiş olacaq. Buradan yazmalıyam məcbur. Bu tərəfdən nömrələmə aparıram. Və bu adı olur 3 metil butin 1. Və mən başqa cür versiyam varmı? Yəni mən daha nə edə bilərəm? Bura metil radikalı yaza bilmərəm, karbon valenti dəyişəcək. Burada yaza bilmərəm. Belə yazaq, götürək deyək ki, bura bir dənə CH3 yazdım. 3 karbon. Bu da 4 karbon. 4-cü karbon bura yazdım. 5-ci karbon. Bu da əyilmiş olacaq. Yəni bu necə olacaq? Pentin 2 olacaq. Yazmışam. Yəni bundan başqa artıq versiya qalmadı. Deməli, onda siniflər arası neçə izomeri var? Neçə izomeri olmuş olur? 3 izomeri olmuş olur. Başqa sinif, alkin sinif nümayəndəsində siniflər arası izomer, yəni ikinci say oldu 3 ədəd. 3 dənə izomer. Və sinif daxili izomeri. Aha, deməli biz söhbət bu molekuldan gedir. İndi yuxarını silirəm. Sinif daxilində bunun izomerlərini yazaq. Və deyək ki, sinif daxili izomerinin sp3s örtülməsi ilə əmələ gələn rabitələrin minimum sayı. Aha, bu çox bir önəmli bir yol göstərir. İndi deyirəm ki, 5 karbon bir yazaq. 5 karbon. Alkadiyendir, bu 2 və 3-dədir. Bunun izomerini yazmaq istəyirəmsə, yazıram 1-də və 2-də. Yəni olacaq pentadiyen 1-2. Bu bunun sinif içərisində öz izomeri sayılacaq. CH2, CH, CH2, CH3. sp3s nə qədərdir? İkisi burada, bu 2 karbondur da sp3 vəziyyətdə olan. Yəni onun da yanında hidrogenlər olacaq sp3s 5 dənə. 5 dənə sp3s örtülməsi var. Bu minimum sayı olsun. İndi baxaq. İndi yazıram ki 2, 4, 5 karbon. 1-də 2-də ardıcıl yazdım. İndi 1-də və 3-də yazıram. 1-də və 3-də yazıram. CH2 olacaq. Bura CH olacaq. Burada CH olacaq. Bura CH. Burada olacaq CH3. Hamısı 4 dənəsi sp2 vəziyyətindədir. 1 dənəsi sp3 vəziyyətində. Onun da yanında 3 hidrogen var. sp3s bu qədərdir. Digər baxaq görək başqa bir versiyam varmı? Mən 4 karbonlu eləyirəm bunu. Və yaxud da 5 karbonlu eləyək. 2 qat rabitənin birini 1-ə, birini 5-ə qoya bilərikmi? Qoya bilərik. Bura olacaq CH. Bura olacaq CH. 2, CH. CH2. CH. CH2. Burada da olacaq bu sp3 vəziyyətində. Bax, 5 karbon var. 1-ə qoydum 2 qat rabitəni, bir də 4-ə qoydum 2 qat rabitəni. Bu ikisi də sp2 vəziyyətdədir karbonlar bunlardır. Bir dənə sp3'ün var, onun da yanında 2 hidrogen var. Aha. Başqa bir versiyam varmı? Bəlkə bundan da pentadiyen 2-3 buradan silirəm. Mən 4 karbonlu yazıram. Sonra 2 qat rabitə yazıram. Bura qoyuram bir dənə CH3. Onda da yenə 3 dənə olur. 2-dən də az varmı? Yoxdur. 2-dən də az olmayacaq. Aha. Burada yaza bilmərəm da CH3. Və yaxud da ki 4 karbon yazdım. Bura 2 qat rabitə. Bura 2 qat rabitə. Yenə bunun birinə bir CH3 yazmalıyam. Yenə də 3 hidrogen olur. sp3s örtülməsi sayı 3 olur. Deməli, ən az sayda
sinif daxili zamirinin SP3 S örtülməsi əmələ gələn rabitənin minimum sayı oldu 2 dənə. Müəyyən elədik. Aha. 7-ci sualdır. Aha. Gəldik 8-ci suala. Belə təmizləyək ən yaxşısı. 8-ci suala. 3 metil pentin 1-dən başlayıram. Söz kökü pentendir, yəni 5 karbonludur. Deməli, N hardadır? Birinci karbondadır. Deməli, buradan nömrələnibdir. 3, 4, 5 və 3-cü karbonda metil radikalım var. 3 metil penten 1 deyir. Hidrogenlərini düzürəm. H, H2 nə deyir? Təşkil edən 2 radikalın adını. Təbii ki, mən bunu bu şəkildə qıra bilərəm ki, 2 radikal yaransın. Yəni, bu şəkildə də qıra bilərəm, amma bu 2 qat rabitəli uzun zəncirli bir radikal olur və bizim dərsliyimizdə onun adı verilməyibdir. Ona görə də biz bunu bu şəkildə qıra bilərik ki, buradan bir vinil radikal ala bilərik. Bir vinil radikal ala bilərik. Bir də ala bilərik, buradan qırdımsa görürsünüz 4 karbonludur, düz xətlidir və ikili karbondan çıxıbdır. Deməli, ikili butil radikalıdır bu. İkili butil radikalıdır. Aha. İndi bu nə deyir? Bunu yazdıq. Radikalın adını da yazdıq və onun dibrom alkandan sinkli alınma reaksiyası. Təbii ki, bax, CH2 tək qat rabitə qoyacağım. Bura brom yazıram. CH, burada brom yazıram. Dibromlu törəmə. CH, CH3, CH2, CH3. Bunun üzərinə sink metalı gəlsən, bu maddə alınacaq. Bromları sink götürəcək. Buradan 2 qat rabitə verir və hansı ki 3 metil penten 1 alınır. Tənliyi yazdıq. 1 mol sinkdən 1 mol bu maddə reaksiyaya daxil olur. 1 mol sink brom 2 çıxır. Sink brom 2 və alınır 1 mol 3 metil penten 1. Nə deyir? Və bu 3 metil penten 1-in H-xlorla reaksiyasından alınan maddənin beynəlxalq nomenklaturu adını istəyir. Aha, bunu silirəm. Mənə lazımdır 3 metil buten 1. Bu həmin bu maddənin H-xlorla reaksiya tənliyi ilə alınan maddənin beynəlxalq adı istəyir. Hidrogeni çox olana Markovnikov qaydası. Xlor da hidrogeni az olan karbona birləşəcək. CH2 də olacaq CH3, rabitə qırılacaq. CH idi, gəldi bura xlor birləşdi. CH, CH3, sonra CH2 və CH3. Təbii ki, bunu adlandırarkən bu tərəfdən də saysam metil ortadadır, bu tərəfdən də. Yenə də metilə baxmırıq. Uzaqda da yerləşsəydi metil, xlor qonaq yad qonaq olan tərəfdən nömrələməni aparacağıq biz. Bu olacaq 2 xlor, 3 metil, pentan. Axır tək qat rabitəlidir hamısı, olacaq pentan. Yazdıq bunu da. 9-da nə deyir? Deməli, təmizləyək. 9-da deməli, baxırıq ki, bizə verilibdir spirt. Bunun sulfat turşusu gəlir, suyunu çıxır. Deməli, OH-ı götürəcək və yanlardan da bir hidrogen. Fərq yoxdur, istəyirsən sağdan, istəyirsən soldan, fərq etməz. Bir hidrogen də buradan çıxır və burada 2 qat rabitə yaranır. Yəni, yaranan maddə budur CH3, C, CH3, arxada OH getdi. Yəni, bura 2 qat rabitə verir digər karbondan. Bunda yanında 2 hidrogen qaldı. Bu oldu mənim X maddəm. Bunun üzərinə H-xlor gəlirik. Markovnikov qaydası ödənilir. Hidrogeni çox olana, halogen hidrogeni az, yəni heç olmayana birləşəcək. CH3, C, buna yuxarıdan CH3 birləşmişdi. Buradan xlor, tək qat rabitə. CH2 də oldu CH3. Bu da mənim Y maddəm oldu. Bir kənardan yazın bu Y sözünü. Bu da oldu mənim Y maddəm. Bunun üzərinə 2 mol natrium gəlir. Artıq Würz reaksiyası baş verir. Natrium xlorları götürür. Yəni bu maddədən də 2 mol götürürük. 2 dənəsini öz-özündən birləşdiririk. Yəni bunu götürürəm. Buradan silirəm. Bu hissədən copy paste karbon, bu karbona birləşib CH3, bu karbona birləşib CH3, bu karbona birləşib CH3. Yəni bu maddəni alıram. Təkrar yazmadım. Və 1, 2, 3, 4, 6 adı 2, 2, 3, 3, tetrametil, butan. Nə deyir? X maddəsini səmərəli suladır. Mən beynəlxalq adlandırdım. İndi deyir, səmərəli sul adlandır. Səmərəli sul adlandıranda, X maddəsini, bu Y-dir. X maddəmiz budur.
yuxarıdaydı. Bunu səmərəli üsul adlandıranda etilin törəməsi kimi baxacaq. Dimetil etilin. Alkanlarda metan törəməsi, alkenlərdə etilin törəməsi kimi baxacaq. Adı olacaq dimetil etilin. Eten də deyə bilərik, etilin də deyə bilərik. Səmərəli adı. Zetin, Z hansı idi? Hansı ki bu bayaqki Y idi. Üstə natrium gələndən sonra aldığımız bu maddə hansı ki adı 2,2,3 tetrametil butan Z'in molekulunda birli karbon atomlarının sayı deyir. Birli kənardayı CH3'lərdir. Bunlar birli karbon atomlardır. Bunların bizdən sayını istəyir. 2, 4, 6 dənədir. Deməli, ikinci cavabı 6 oldu. Səmərəli üsulunun adı dimetil etilin oldu və salam. Və gəldik 10-cu suala nəhayət. 10-cu sual. Alkenlərin homoloji sırasının molekulunda sp3s orbitalların örtülməsi ilə əmələ gələn rabitə sayı maksimum olan 4-cü nümayəndə. Deməli, alkenlərin 4-cü nümayəndəsi kim idi? S5H10. Və burada deyir ki, sp3s orbital örtülməsi ilə əmələ gələn rabitə sayı maksimum olsun. sp3s maksimum olsun. Deməli, bax 5 karbonu yazıram. 2, 4, 5 karbon. Buraya 2 qat rabitə qoyanda bunlar 3 karbon olacaq sp3s da. Bunun yanında hidrogenlər də olacaq sp3s. 3, 2, 5, 6. Burada 7 dənə oldu. 2 qat rabitəni bu şəkildə yazıram. Bunu propil kimi yazıram. CH3, CH3. Burada da CH olacaq. Bu sp3 hibrit vəzində bu 3 karbondur. Yanında hidrogenləri saysam 6. Burada da 7 oldu. İndi nə edirəm? Mənə sp3s lazımdır da. 2 qat rabitəyə 1 birləşdirirəm. 1 CH3. Bura birləşdirirəm. 1 CH3. Bura birləşdirirəm. 1 CH3. Başqa cür eləyə bilmərəm. 2, 4, yenə 5 karbon oldu. 9 dənə oldu sp3s sayı. 9 dənə oldu. Deməli, 2 qat rabitə ətrafına bu tərəfə 1 karbon, bura 1 karbon, bura 1 karbon qoya bilərəm. 5 karbon olur. Bu da olur 9. Başqa bir versiyam varmı? Onu dinləməyə çalışıram. Başqa cür yoxdur. Deməli, ən çox olan budur. Deməli, bu maddədir. Elə bil ki, CH3'ü buraya yazıram. CH, 2 qat rabitə CH. Bura yox, burada H yoxdur. Bir dənə də silək. Buradakı CH3 yuxarıda, buradakı CH3 aşağıda. 3, 3, 3. Formu budur. Adlandırsam 1, 2, 1, 2. Radikal bura yaxındır. 2 metil butin 2. Quruluş formunu yazdıq. İndi bizdən səmərəli adını istəyir. Mən beynəlxalq adını yazdım. Bunu silirəm. Səmərəli adına baxıram bunun. Demək, götürürəm mən bunu etilin törəməsi kimi. Məsələn, kənarında 3 dənə metil radikal qaldı. İndi bax, əgər 2 qat rabitə ətrafında hidrogenlərin sayı anormal paylayıblar, qeyri-simmetriya var, amma CH3-dür ətrafında, 3'ü də eyni, yəni 2-dən çoxdursa, artıq simmetrik, qeyri-simmetrik sözü işlətməyəcəyik. Bu olacaq trimetil etilin və yaxud da eten. Trimetil etilin. Səmərəli yolla adı bu qədər. Salam. Trimetil etilin. Bu qədər.